Əsasən də euro dollar, funt dollar cütlüyünə gəldikdə isə, yəni biz dünən bu haqda məlumat verdik. 1.159-lərdən dəstək götürəcək və dəstək götürür, yuxarı doğru istiqamətlə davam etdirir. Yuxarıdakı hədəflər təbii ki 1.16200-lər və 1.16300-lərdə, ondan yuxarı hədəfləri var. Funtun olan rəqabətində isə dünən biz bu haqda söhbət açdıq. Bunda da dəstək xəttində 1.33 yəni 1.33 yəni 700-lərdən dəstək götürərək yuxarı doğru istiqamətlə davam etdirəcək. Təbii ki, yuxarı istiqaməti 1.33-900-lərdə, hətta 34-lər. Ümumi olaraq yuxarıdakı hədəflər 1.34-200-lər göstərir. Təbii ki, yenidən biz qızıla fokuslanırıq. Qızıl yuxarı doğru istiqamətlə yəni davam etdirəcək. Artıq 1.46-600-lər olub, yəni az sonra təbii ki 1.50-lər, 62-lər və 4178-lər, 4150-lər olacaq. İnşallah gözləyə görə daha hansı rəqəmlər olacaq bugün.